Biz hazırda hadisə yerindəyik. Nəzərinizə çatdırım. İçəridə nələr baş verir, biz onları sizə təqdim edəcəyik. Yaxın gəl, yaxın gəl. Təbii ki, burada yəni ölüm hadisəsi zad baş vermir, birdən başqa cür başa düşərsiniz. Bu günlərim mən sizə Mərdəkan körpünün sağ istiqamətində gözəl bir ev satışa çıxıb. Bununla bağlı sizə məlumat vermək istəyirəm. Əlim yanında super ucuz qiymətə ev satılır. Təbii ki, bu razılaşma yolu ilə olacaq. Onu nəzərinizə çatdırım ki, dəyərli izləyicilərimiz, ilk öncə evin kommunal sistemindən danışmaq istəyirəm. Təbii ki, qazı, işığı, eyni zamanda suyu. Hazırda sayğacılar qoyulub, tam hazır vəziyyətdədir. 2 mərtəbəli, gəl yaxına, bir dənə gəl, zəhmət olmasa. Götür buranı. Baxın, dəyərli izləyicilərimiz. Mən onu mütləq qeyd edim ki, bu ev çox gözəl, çox möhtəşəm bir yerdə yerləşir. Demək olar ki, tam evimiz hasardan ibarətdir, 4 bir tərəfi hasardan ibarətdir, nəzərinizə mütləq çatdırım. Eyni zamanda məktəbin yaxınlığında. Demək olar ki, 100-150 metr məktəbin düz yaxınlığında yerləşir. Eyni zamanda burada olan idarələrdir, bütün idarələrə yaxın bir ərazidə və sentral bir ərazidə yerləşir. 2 mərtəbədən ibarətdir, tam təmirli deyil. Yəni bunu bəri başdan sizin nəzərinizə çatdırım. Ev tikilir, hər şey də var. Baxın, barlar da qəşəng sıvanıb, tam gözəl şəkildədir. Burası da demək olar ki, evimizin burada yəni otura da bilərsiniz, bağ da eləyə bilərsiniz, nə desəniz eləyə bilərsiniz. Yaxın gəl, mən onun nəzərinizə çatdırım, dəyərli izləyicilərimiz. Pəncərələrimiz hamısı qoyulur, yaxın gəl. Bura bizim giriş hissəmizdir, yəni evin girişidir. Nəzərinizə çatdırım. Tok sistemi də çəkilib hazırda. Evdə hər şeyimiz, yəni tok sistemi, bunu alan adam tok sisteminə pul verməyəcək də, yəni bəri başdan deyim. Birinci mərtəbə 3 otaqdan ibarətdir və eyni zamanda sanitar qovşaqdan ibarətdir. Bir dənə çək, operatorumuzdan xahiş edirik. Bax, bu vəziyyətdədir evimiz. Onu deyim ki, əlim yanında satılır.